Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq. Oxu24.com-un məlumatına görə bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, qurumun, təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Qeyd olunub ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bugün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əmək haqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda Dünya Bankı qrupunun Business Ready hesabatında qanunvericiliyin minimum əmək haqqının dövrü yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil olunub. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Baş Nazirinin müavini, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq olunmuş Dünya Bankı qrupunun Business Ready hesabatının işçi qüvvəsi indikatoru ilə bağlı əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması, tədbirinin icrasını təmin etmək məqsədi ilə Əmək Məcəlləsində dəyişiklik olunması zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb. Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözü gedən hesabatda qeyd edilən sualla bağlı ölkənin bal itirilməsi səbəbi aradan qalxacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.